Bayramımız mübarek olsun. Allah dünyamızı, ahiretimizi abad eləsin inşallah. Allahümme inna nes'eluke ve ned'uk. Bismikel azimil azam, el azzil ecellil ekrem. Ve bil Hüseyni ya Allah. Ya Allah, ya Allah, ya Allah. Ya Allah, ya Allah, ya Allah. Ya Allah, ya Allah, ya Allah. İlahi əllərimizi naumid qaytarma. Amin deyən dilləri lal öldürmə. İlahi bağışlamamış bizi bu dünyadan aparma. Şəri olan hacətlərimizi rəva elə. Bu namaza cəm olan dünyanın hər yerində ibadət edən möminlərin dua ibadətlərini qəbul elə. İlahi aqibətimizi xətmə bi xeyr elə. İlahi gələn günlərimizi keçən günlərimizdən xeyir elə. Gələn ildə mübarək Ramazan ayında oruç tutmaq, ibadət eləmək neymətini bizə nəsib elə. İlahi verdiyin neymətləri əlimizdən alma. Doğma Azərbaycanımızı, vətənimizi ağla gələn, gəlməyən bəlalardan hifz elə. Azərbaycanımızın bayrağını dünyanın hər yerində uca elə. Torpaqlarımızı işğaldan azad eləmək üçün torpağımızın hər qarşı uğrunda qan verən, can verən şəhidlərimizin müqəddəs ruhun bizə duası qərar ver. Onların müqəddəs ruhu qarşısında qiyamət günü bizi xəcalətdə eləmə. Bizi şəhidlərimizdən, onları da şəhidlər sərvərindən, Seyyid-i Şühədadan ayrı salma. Yaralı əskərlərimiz, qazilərimiz hələ də var, müalicə olunurlar. Sənə and verirəm, öz izzəti və onlara tezliklə şəfa mərhəmət elə. Ordumuzun, gücün, qüdrətin günü-gündən daha artıq elə. Əskərlərimizi, zabitlərimizi, ordumuzu düşmən gülləsindən, namərd gülləsindən hifz elə. Dövlətimizi, xalqımızı günü-gündən daha da firavan elə. İmam Zaman ağanın mübarək olan qəlbimizdən razı elə. Ağamızın zuhurunu tez elə.